Kanadaya gəlmək istəyənlər bu videoya diqqətlə və sona qədər qulaq asın. Deməli, sizlə bir şey paylaşacağım. İndi bu videoya da çox diqqətlə qulaq asın. Mən bu vaxta qədər mentorluq göstərdiyim insanlar filan sayını bilmirəm. Ona görə sayını bilmirəm ki, yəni müsbət cavab alan kimi yoxa çıxırlar. Cavan müsbət cavab alan kimi ay kişi məni blok eləyir, nə bilim, yoxa çıxır. Mən də oradan buradan eşidirəm. Belə eləməyin də. Mən oradan buradan eşitmək istəmirəm. Mən mentorluq verdiyim insanın müsbət cavabını hamısından eşitmək istəyirəm. Yəni kimlər ki mənim mentorluğumu alırlar ondan sonra vizadan müsbət cavab alırlarsa, mən onu görmək istəyirəm. Yoxsa sən müsbət cavab alırsan, sonra çıxırsan aradan. Nə mən səni tapa bilirəm ki, heç olmasa bir dənə icazə istəyim ki, video çəkə bilərəm sənin barəndə, yoxsa yox. Belə oradan buradan eşidirəm mən ki, yazırlar mənə, nə bilim, sən mənim dostumun filan kəsinə, qonşusuna kömək eləmsən, 3-4 dəfə rədd cavab alandan sonra sənlə müraciət edib müsbət cavabı alıblar. Mənə də bunu xəbər eləyim, mən də bilim də. Başlayıb özümü reklam eləməyə ki, şirkətlə 3-4 dəfə müraciət edib rədd cavabı alandan sonra mənim mentorluğumdan ilk dəfədən vizaya qəbul gəldi. Mən də başlayıb özümü reklam eləməyə. Bu şansı mənim üçün də verir, zəhmət olmasa. Başa düşürəm. Yəni özünüzü gizlətmək istəyirsiniz, qohum tanışdan falan bildirmək istəmirsiniz ki, Kanadaya gəlmisiniz. Amma heç olmasa mənə xəbər ediyor da. Yəni biz ən azından 2-3 dəfə görüşmüşük, sonra sənədləri yoxlamışıq. Aramız açılıb, bir-birimizi tanımışıq. Bilmişəm ki, kimin sənədindən işləyirəm falan. Ən azından yəni mənə də motivasiya olar ki, zəhmət çəkdiyim və əlaqə yaratdığım insanlar mənim mentorluğumu alıb müsbət cavab alıblar. Bundan sonra belə deyim, mentorluğa yazılmaq istəyənlər nəzərə alın ki, müsbət cavab alandan sonra mənə də xəbər eləməlisiniz. Heç olmasa bir dənə fake hesab açın, onunla yazın ki, müsbət cavab aldım, nə bilim, keçən ay, ondan əvvəlki ay mentorluq götürmüşdüm. Özüdən müğayət olun, mentorluq almaq istəyənlər almayın. Çünki siz də Kanadaya gələndən sonra yoxa çıxasınız. Müsbət cavab alandan sonra xəbər eləməyəcəksiniz mənə. Amma görə mentorluq almayın, kişi. Özünüzdən müğayət olun, hələlik.